Koderadan gəlin 55-ci məsələyə baxaq. Deyir, P, O, K hərflərindən ibarət olan bütün 5 hərfli sözlər əlifba sırası ilə yazılır və nömrələnir. Siyahının başlanğıcı verilib, əlifbada 182-ci yerdə hansı sözün dayandığını soruşur. Baxaq, P, O, K. 3 dənə hərfimiz var. Deməli, bu üslük say sistemində bunu kodlaşdıra bilərik. Baxın, K, K, bunları sırayla yazın. K, 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 5 dənə hərfdəndir. Bunlara 0-0 deyə bilərik, ardıcıl nömrələrdə. Üslükdə baxaq, 5 hərfli sözləri necə kodlayırıq? 0-0-0-0, 0, 2, 3, 4, 5, 0. Növbəti ondan sonrasının üstünə 1 gəliləndə 0-0-0-1, 0-0-0-0, üzərinə yenidən 1 gəlirəm. Üslük say sistemində 2 olduğuna görə 2 yazıram. Bunun üzərinə 1 gəlində nə yazıram? 0-0-0-0, üzərinə 1 gəlmişəm, baxın. 0-0-0-0, 2, üzərinə 1 gəlirəm, üslük say sistemində toplayıram bunu. Neçə eləyir? 1 ilə 2-ni toplayanda 3 eləyir. 3 olmadığına görə 0 yazıram, 1 yazıram. Önünə isə sıfırlarımı yazıram. Deməli, burada nə olacaq? Bura 1 olacaq, növbəti isə 0 olacaq. Baxın, elə yazıblar bunu. K, 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 5 dənə K-ya 5 dənə 0 yazmalıyım. İndi 5 dənə 0. Növbəti, ikinci nə yazılıb? K, 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 0. İkinci deməli nəymiş? Baxın, 0, 0, 0, 0, 1. Növbəti, 4 dənə K, bir dənə P. 4 dənə K'mız, bir dənə P'miz. Üçüncü sırada nəyə dayanır? 4 dənə 0, bir dənə 2. Üçüncü sırada K, 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 O, K. Bu neçənci sırada? 5-cidir. 5-ci nəymiş bəs? 0, 0, 0, 1, 0 imiş. Baxın, bunlar hərflərin qarşılığıdır. Üslük say sistemində qarşılığıdır. Deyir, 182-ci yerdə duranı soruşur. Baxın, birinci sıfırla başlayırsa, 182-cini tapmaq üçün 1 çıxmalıyam da, 182 çıxılsın, 1 sıfırla başladı ona görə. 181-cidir onda, bizim hərfimiz. Hansı sözü tapın? Deyir, 181-cini tapmaq üçün bunu üslük say sistemində kodlaşdırıb 3-ə bölürəm. Neçə edir? 60 qalqıda 1. 3-ə bölürəm. 20 qalqıda 0. 3-ə bölürəm. Neçə edir? 6 qalqıda 2. 3-ə bölürəm. 2 qalqıda 0. Deməli, cavabımız neymiş? 2, 0, 2, 0, 1. Baxaq. Sıfırımız neymiş? K'ymış. Sıfırları yerinə K yazıram. 2'miz neydi? Buradan tapıram P. 2'lərə P yazıram. 1'imiz neydi? O. Deməli, P, K, P, K, O. P, K, P, K, O cavabımızda C variantı.